Magistral yolda çuxurlar yaranıb. Yolun böyük bir hissəsi sıradan çıxıb. Söhbət Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsindən gedir. Sürücülərin sözlərinə görə, xüsusilə Girdiman çayı ərazisindən Ağsu şəhərinədək olan hissədə yolun vəziyyəti daha pisdir. Vaxtilə rahat istifadə etdikləri yolda indi hərəkət etmək xeyli çətinləşib. Çala və çökmələr avtomobillərin tez-tez nasaz vəziyyətə düşməsinə səbəb olur. Yanacaq sərfiyyatı artır, sürücülər əlavə təmir və ehtiyat hissələri xərci ilə üzləşirlər. Sakinlər bildirirlər ki, yolun ən problemli hissəsi cəmi bir neçə kilometr olsa da gündəlik gediş-gəliş üçün ciddi maneə yaradır. Bu yolların vəziyyəti çox pisdir. Ağır tonnajlı maşınlar bu yolları stroydan çıxardır. Yüngül maşınlar da rayona gedib gəlməkdə başa gəlir. Dağılıb, asfalt hamısı dağılıb. İri maşınlar gedir bura, yüklü 60 tonlu maşın. Bu da 60 tonlu maşının yolu deyil qardaş. 3 ton, 4 tonlu maşın. Bu da 60 tondur. Bu yol dözməyəcək. Qışda da ki, qardaş belədir. Qışda da ki, yağış, qar yağdı, maşın bura işləmir. Bəli, buz tutur, maşın gəlir. Qardaş taksi gələndə də taksidə qardaş mənə o kəndə gəlib sərfələmir. Qışda 5 manat, aşağısı 3 manata gəlir. Ondan yuxarı aşağı gəlmirlər də qardaş. O qədər çətindir. Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər, lakin indiyədək problem öz həllini tapmayıb. Çox bərbad gündədir. Skoru gəlmir, Ağsudan bura. Şəhər arasımız vardı, o da işləmədi. Pedal xarab oldu, işləmədi. Taksilər 2 manata gətirirdi, 1 manata gətirirdi, indi deyirlər 5 manatdır. Cəmaatın yarısı piyada gedir Ağsu bazarına, piyada da gəlir. Yolun vəziyyəti yəni özünüzlə görürsə bərbad vəziyyətdədir. Gün ərzində neçə dəfə keçirik. Yaman günə stresin yoluna keçirik. Qəza şərəti törədir. Yəni yollar bərbad vəziyyətdə. Üzüvayla da yollar yaman gündədir, özünüz görürsünüz. Yəni təmir olsa daha yaxşı olardı. Yəni belə bərbad vəziyyətdə olmazdı da yollarımız. Yəni biz də əziyyət çəkməzdik. Yağışda, nə bilim, yağış yağır, gölməçə olur. Düşür maşın, nə bilim, peridox dağılır, təkərlər atır, disklər əyilir. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbərə bildirildi ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-172-ci kilometr hissəsinin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Əraziyə baxış keçirilib. Müvafiq təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub ki, həmin hissənin yenidən qurulması dövlət proqramına daxil edilsin. Proqrama daxil edildikdən sonra həmin hissədə əsaslı yenidən qurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Rafiq İsmailov, Ruzanna Kərimli, Əli Cəfərov, Xəzər xəbər.